2 dənə hərəkət işlədik. Düz jim, bir də naklon jim. Incline bench press deyirsiniz. Dostumun proqramı ilə gedirəm bu dəqiqə. Bırak şimdi koy böyle. Ha. Bu dəqiqə dostumuzun proqramı işləyirik. Dedim nə dedinsə odur. Üçüncü hərəkət olaraq bunu seçdim. Razdotkanın matı versiyasını seçdim. Problem yoxdur. Zarafat edirəm. Qəşəng hərəkətdir, amma qantinin yerin verməzdə uşaqlar qaçmayın. Bazadan sonra işləyə bilərsiniz, həmişə deyirəm. İzolyasiya. Baxın. Götürün bunu uşaqlar. Bax, bir dənə burada incəliyə, texnikasının incəliyinə qulaq asın. Bayaq dostum da işlərində, bax, belə işlərdi, bax. Bax, belə işlərdi. Belə olmaz. Sinə. Çiyindən öndə qalmalıdır, bax. Gördünüz? Bax, bıraxdınız tam, dartdı. Bıraxdınız, dartdı. Bax, bıraxdın. Sinəni uşaqlar dartıb sıxmaq lazımdır. O zaman bax, düşür oradan sıx. Düşür. Uşaqlar, yorulsan da belə eləmək olmaz. 5'də 6'da yorulub belə eləyirsənsə, deməli o sənin işçi çəkin deyil. Bax. Sıxdınız, dartdınız. Sıxdınız. Bax. Çox. Gətirirsiniz. Qoyursuz yerinə. İşləmiş ondan sonra olur bax belə vəhşi kimi. Hə, bax.